Kanada'da bir yaşlı adam dükkandan çörek uğurlayır. Buna göre bu kocanı tutup verirler məhkəməyə. Məhkəmə hakimi kocanı dinləyir. Koca öz günahın boynuna alır. Deyir ki, bəli, mən acımdan ölürdüm, çörək almaq üçün də pulum yox idi. Ona görə məcbur olub dükkandan çörək uğurlamışam. Mən öz günahımı başa düşürəm. Amma buna məcbur olmuşam. Hakim İxtiyar Qocanı dinlədikdən sonra deyir, sən oğurluq etdiyinə görə suçlusan, ona görə səni $10 cərimə edirəm. Amma bilirəm ki, sənin bu $10 ödəmək gücün yoxdur. Ona görə mən sənin əvəzində həmin $10 ödəyirəm. Belə deyilir və üzün məhkəmə zalındakı adamlara tutub deyir ki, bir İxtiyar Qocanın bu cür vəziyyətə düşməsində biz hamımız günahkarıq. Ona görə də sizin hər birinizi $10 cərimə edirəm. Beləliklə məhkəmə zalında olan insanlardan $480 pul yığılır. Və hakim bu $480 pulu da həmin İxtiyar Qocaya təqdim edir. Və üzün insanlara tutub deyir ki, əgər bir mədəni şəhərdə bir insan acından ölürsə, bu o deməkdir ki, həmin şəhərin məmurları xalqın malını talamaqla məşğuldular. Onlar xalqın pulunu yeyirlər. İndi, qardaşlar, Kanada hakiminin çıxartdığı qərara bax, bizim hakimlərin çıxartdığı qərara baxın. Bizim hakimlər bu saat çox əqidələrin əksəriyyəti itirib, məzlumun yox, oğrunun tərəfinə qərarlar çıxardırlar. Biz isə bu cür hallara oturub biganə seyr edirik. Allah bizi sonraki fəsadlardan qorusun. Diqqətinizə görə sağ olun.